Ayna və Aynanın sədri Anar Rzayev. Sizinlə hansı dildə danışmaq lazımdır? Məsələn, ingilis dilindəmi, ermənicəmi, yoxsa quşların dilində, bəlkə Morse əlifbasında yazmalıyıq? Yəni, hansı dillə sizə müraciət etsək, bizim şikayətlərimizə baxarsınız. Masazıra işləyən 569 nömrəli avtobus sərnişinlərə, vətəndaşlara sözün əsl mənasında zülm edir. Hər gün vətəndaşlar yolda qalır. Yəni 569 nömrəli avtobusun öhdəsindən gələ bilmirsinizmi? Hansı şirkətə veribsiz bu avtobusu? Görürsünüz, bacarmırlar, işlədə bilmirlər. Deməli, siz aidiyyatı dövlət qurumu olaraq bu məsələni ciddi nəzarətə götürməlisiniz. Bütün halda vətəndaşlar hər gün 569 nömrəli avtobusla bu sıxıntını yaşayırlarsa, bu problemin bu şəkildə həll olmalıdır.